Biz hər gün saysız-hesabsız nemətlərdən istifadə edirik. Yeyirik, içirik, geyinirik, isinirik, yaşayırıq. Amma çox vaxt bir sualı özümüzə vermirik. Biz kimə təşəkkür etməliyik? Özünü ağıllı, savadlı, intellektli sayan insanlara sual verirəm. Bizə bu qədər fayda verən nemətlərin qarşılığını necə ödəyirik? Heyvanların, ağacların, torpağın bizə verdiklərinin əvəzini nə ilə veririk? Onları kəsib yeməkləmi? Yandırıb isinməkləmi? Əgər qarşılıq bunlardırsa, onda bu necə insanlıqdır? Necə mədəniyyətdir? Necə inkişafdır? İnsan ya gülünc də olsa bir ağacın qarşısında dayanıb təşəkkür etməlidir. Ya da düşünməlidir və anlamalıdır ki, materialist düşüncə bu neymətlərin hardan gəldiyini izah edə bilmir. Çünki ortada açıq-aydın bir həqiqət var. Bu qədər mükəmməl sistem sahibsiz ola bilməz. Heyvanı canlı bir fabrik kimi yaradan, otu ətə, südü qidaya, çiçəyi bala çevirən, sonra bütün bunları insanın xidmətinə verən bir güc var. Və bu güc insandan yalnız bir şey istəyir: şükür və ibadət. Əks halda nə sənətin, nə elmin, nə də sahib olduğun texnologiya səni xilas edə bilməz. İnsan çox bacarıqlı ola bilər. 10 barmağının hərəsi ayrı bir sənət bilə bilər. Amma niyə var olduğunu düşünmürsə, həyatın mənasını axtarmırsa, bu dünyaya ibrət gözü ilə baxmırsa, onun var dövləti də, istedadı da ona dəyər qazandırmaz. Allahın yaratdığı elə canlılar var ki, bir çox sahədə insandan daha dəqiq, daha ustadır. Arıya baxın, ipək qurduna baxın, inəyə, qoyuna, keçiyə baxın. İnsan bugün bal istehsal edə bilmir. İpəyi o dəqiqliklə yarada bilmir. Südü bu qədər təbii və qüsursuz şəkildə hasil edə bilmir. 20-ci əsrin elmi belə yanacaqsız, mexaniksiz uçan bir təyyarə yarada bilmədi. Amma quşlar min illərdir uçur. Yanacaq olmadan, mühərrik olmadan, qüsursuz bir nizamla. Biz torpağı qazmaq üçün böyük texnika, ağır qurğular istifadə edirik. Bəzən səhv edirik, bəzən hədəfi tapa bilmirik, bəzən də nəticə əldə etmirik. Amma bir ağcaqanada baxın. O, insan bədəninə hər yerə qonmur. Qanı olmayan, damar keçməyən yerə qonmur. Sanki harda qan olduğunu bilir. İnsan dərisini elə dəqiqliklə deşir ki, nə artıq zərər verir, nə də qanı dərhal axıdır. Heç bir texnika olmadan, heç bir cihaz olmadan, amma mükəmməl ölçü və dəqiqliklə. İnsan Edisonun xidmətini qəbul edir. Ona minnətdarlıq göstərir. Adını tarixə yazır. Bəs inəyin, arının, qoyunun, keçinin xidməti azdımı? Əgər az deyilsə, onda niyə dünyanın qabaqcıl universitetləri onlara fəxri ad vermir? Əgər cavab budursa, onlar heyvandır. Onda bir sual qalır. Bəs biz necə insanıq? Əgər elm bizi xilas etmədisə, bacarığımız bizi ucaltmadısa, onda bu açıq-aşkar yaxşılığın sahibini inkar etmək mümkündürmü? Ağac bizə meyvə verəndə ona təşəkkür etmirik. Çünki o, ağacdır. İnək bizə süd verəndə ona təşəkkür etmirik. Çünki o, heyvandır. Amma bu neymətlərin əsl sahibinə təşəkkür etməmək artıq nankörlükdür. Və sual yenə qalır. Biz kimə təşəkkür etməliyik?